Salam dəyərli izləyicilər, bütün hörgü ustalarını salamlayıram. Allah canınızı sağ eləsin. Bir dəfə bizim kənddə bir usta var. Onunla Bərdədə işləyirik, ev tikirik. Yəni bu ev yiyəsi də biraz imkanlı adamdır. Nəsə gün ortağı bet gəldi, getdi birdən arağı qoydu. Dedi qaqa, dedim nədir? Dedi Rus arağı de bu. Dedim eşin Allah canını sağ eləsin. Biraz söhbət elə çıxartdı bir açqa sigaret qoydu dedi qaqa bu vesdir ves. Dedim Allah canını sağ eləsin. Nəsə biraz ayna bayna gördüm, qaşıq çolpa qızartması ki, bu qapı çolpası deyir, orijinaldır. Dedim, hə, qardaş, Allah köməyin olsun. Biraz keçdi ayna bayna, qaşıq dedi, qaqa, bu pivə kuller pivəsi, bunu hər adam vermir. Dedim, Allah canını sağ eləsin. Nəsə, hər gün orta pivə zat şeylə yeyib, evi tik-tik qutarandan sonra 100 manat pulumuzu kəsdi. Dedi, Rafal, yemək-yemək nətərdir, xoşuna gəldi. Dedim, yemək-yemək əlaydı. Prosto xazin saxtaydı. Allah köməyin olsun.